Salam, hər vaxtınız xeyir dəyərli izləyicilərimiz, hər birini salamlayırıq. Bildiyiniz kimi tətillə bağlı yerlərimiz demək olar ki, full bu həftə dolu keçdi. Müayinəyə yazılıb da yer tapa bilməyən pasientlərimiz həftənin 3-cü günü doktorun qəbulunda ola bilərsiniz. Növbəti həftəyə cəmi bir rinoplastik əməliyyat üçün yerimiz var. Ramil doktorumuz isə demək olar ki, son bu ayın ən böyük rekordunu vurub da, düzdür Ramil doktor? Uşaqlarda demək bugün saat 8-dən başlamış artıq bir tamamdır. Neçə dənə uşaq burun boğazı kəsmişik və bundan sonra neçə dənə rinoplastikaya girəcəyik? Hardasa 8 dənə əməliyyat eləmişik. Aha, 8-dən indiyə kimi 8 dənə uşaq burun əti, boğaz ətini kəsmişik. Demək 9-cudur, hə? Bu 9-cudur. 2 pasiyent, 2 uşağımız da gözləyir. Sonra da üstündən əlavə bir dənə rinoplastik. Bu bir xanımdakı pasiyentimiz bizə 20 gün öncə bu vaxtlar üçün müayinəyə gün götürüb əməliyyata yazılmışdı. İnşallah dediyimiz kimi artıq birinci gün yox, ikinci gün doludur, üçüncü gün müayinəyə gəlib, dördüncü və ya da beşinci günə bir yerimiz boşdur ki, rinoplastik əməliyyatı ola bilərsiniz.